Ben deyərdim bu iki cümlənin möhtəvası İslam dinidir, dindir. Din yəni bu iki cümlə. Qəd əfləhə mən zəkkaha. Özünü təmizləyən nicat tapacaq və qəd xabə mən dəssaha. Ruhunu çirkləndirən həlak olacaq. Bu iki cümlə dinin mahiyyətidir, dinin həqiqətidir. Necə təmizləyəsən? Mən istəyirəm nicat tapam. Allah buyurur ki, nicat tapdı o kəs ki, ruhunu təmizlədi. Qəd əfləhə mən zəkkaha. Mən istəyirəm nicat tapam, nicat tapmaq üçün gərək ruhum təmiz ola. Ruhu təmizləməyin yolu nədir? Ruhu necə təmizləyim? Bax, elə din də bunun üçün gəlib. Din buna görə gəlib. Din ki, buyurur, vacibdir, eləməlisən, yəni nəyə görə vacibdir? Yəni, ürəyin təmizliyi üçün vacibdir. Vacibin mənası budur. Allah bizdən nəyi ki vacib istəyib, hansı şey ki bizə ibadət müəyyən eləyib. Ümumiyyətlə ibadətin bundan başqa mənası yoxdur. İbadət yəni insanın ruhunun təmizliyini təmin edən bir əməl. İbadət onun üçündür ki, insanın ruhunu təmizləsin. Allah deyib bunu eləmək olmaz, haramdır, qadağandır. Niyə? Niyə deyir olmaz? Heç soruşmusunuz? Baxım görüm kim sözümə baxacaq ya yox. Belə söz zat yoxdur. Ona görə haramdır ki, insanın ruhuna ziyandır, ruhunu çirkləndirir. Bəziləri deyir ki, özü burada bəzi ləzzətlərdən bizi məhrum eləyir. Görək kim o ləzzətlərdən keçəcək. Sonra belə şey yoxdur. Allah insanı ləzzətdən məhrum eləmək üçün yaratmıyor. Allah deyirsə olmaz, ona görə yox ki o ləzzətlidir deyir olmaz. Ona görə ki bunu eləsən ruhuna ləkə qoyur, ruhu xarab eləyir. Ruh da Allah üçün çox əzizdir. Allah istəmir insan ruhu çirklənsin. Bütün ibadətlərə bir baxsın, ibadət nə üçündür? Sirri nədir? Cavab budur ki, ibadətin sirri budur ki, ibadət ona görə vacibdir ki, qəlbi pak eləsin. Mən bunu keçmişdə demişəm, bir dənə fikir verin bu ayəyə. Təyəmmüm barədədir ayə, təyəmmüm. Təyəmmüm hamı bilir nədir? Dəstəmaza su olmasa, qusula su olmasa, torpaqdan təyəmmüm eləyir insan. Bu, hardan biz götürmüşük? Quran əmridir. Quranda var təyəmmüm ayəsi. Mən oxuyuram o ayəni sizlər üçün. Buyurur, fələm təcidu maən fətəyəmməmu səidən təyyibən. Femsahu bi vucuhikum ve eydikum minhu. Buyurur su tapmasınız, su yoktur. O zaman torpaqdan təyəmmüm eləyin. Üz və əlüzə məsh eləyin. Yəni əlüzü vurun torpağa, üzünüzə çəkin. Bəzi müctəhidlər deyir ki, saf yerə, daşın üstünə təyəmmüm olmaz. Çünki Quran buyurur, فَتَيَمَّمُوا وَمْسَهُوا بِوُجُوهِكُمْ وَاَيْدِيكُمْ مِنْهُ deyir, torpaqdan təyəmmüm eləyin. Yəni Allah istəyir ki, o torpağın izi bizim üzümüzdə qalsın. O torpağın tozanağı bizim üzümüzdə, əlimizdə qalsın. Allah ki buyurur, təyəmmüm eləyin. Əlüzü torpağa vurun, üzünüzə çəkin, alnınıza çəkin. Ondan sonra nə buyurur? Buyurur, ma yuridullah liyec'al aleykum min harac və lakin yuridu liyutahhirakum. Buyurur, Allah sizi çətinliyə salmaq istəmir. Allah istəyir sizi pak eləsin. Nədən pak olur adam? Biri var, su ilə yuyasan başa düşdüyü pak oldu. Deyir, əli torpağa vur, üzvə çək. Alnıva çək, torpağın izi üzündə qalsın ki, sən pak olasan. Nədən pak olasan? Təkəbbürdən, mənəmçilikdən, məniyyətdən pak olasan. Torpaq üzvə dəysin, adam var, buna görə təyəmmüm eləməz ki, özünə sığışdırmaz. Qiymətli paltarda, libasda, məqam, mövqe, vəzifə sahibidir. İndi buna deyirlər, əli vur torpağın üstünə, çək alnıva, o torpaq tökülsün gözləri və alnıva, eləyə bilmir onu. Allah buyurur, bax bu təyəmmümün mənası budur ki, əli torpağa vurub üzvə çəkəsən ki, sən
içində olan o mənəmçilik, qürur, təkəbbür ki var, onu sındırasan. Onu sındırasan. Teyemmüm ayəsi belə. Bütün ibadətlərin arxasında nə gizlənib, ibadət nə üçündür? Axtarsız görərsiniz bir səbəb var. İbadət insanı təmizləmək üçündür. İbadət insanı təmizləmək üçündür. Yadda saxlayın, xüsusən gənclərə, balaca qardaşlarıma bu sözü deyirəm ki, insan üçün ən qorxulu düşmən hədislərdə var, insanın nəfsidir. Ən təhlükəli düşmən insanın içindədir. Ondan qorxulu düşmən yoxdur insan üçün. Dəlil hardadır? Qurandan deyim sizə. İnnən Yusuf Peyğəmbərin dilindən. İnnən nəfsə ləəmmarətun bis-su illa ma rəhimə Rabbi. Buyurur, həqiqətən nəfs pisliklərə əmr eləyir. Ancaq Allah rəhm eləsə adam nicat tapar. Yəni gör nə qədər təhlükəli məsələdir. Həzrəti Yusuf deyir ki, gərək adama Allah kömək eləyər, rəhm eləyər ki, adam nicat tapar. Bu nə namazlandır, nə oruclandır. Allahın gərək inayəti ola və namaz, oruz da bunun üçündür ki, o köməyi cəlb eləyəsən özünə. Harda olursan ol, hansı məqamda olursan ol, hara çatırsan çat, bil ki, sənin nəfsin təhlükəli düşməndir sənin üçün. Ən böyük düşmənin içindədir. Həmişə ehtiyatlı ol ondan. Bizim məzhəbimizin iftixarı olan alimlərdən biri Şeyx Cəfər, Ayətullah Şeyx Cəfər Kaşiful Qitadır. Kaşiful Qita bizim məzhəbin ən böyük alimlərindən biridir. Onun bir kitabı var, Kəşful Qita. Fikri mövzuda yazdığı kitabdır. Şeyx Ənsari deyir ki, Şeyx Mürtəza Ənsari deyir ki, mənim nəzərimcə kim Kəşful Qitanın müqəddiməsini oxusa müstəhiddir. O kitabın müqəddiməsini oxusa. Kifayətdir ki, onu oxuyandan sonra onun imtihanını versə müqəddiməsinin artıq ictihad dərəcəsinə çatıb, müstəhid dərəcəsinə çatıb. Öz zamanında da ən məşhur alim idi. Cemaat namazında imamlıq eləyirdi, arxasında adi adamlar dayanmazdı. Neçə sıra müctəhidlər ona iqtida eləyərdi, neçə sıra. Fəqihlər gəlib onun namazında ona iqtida eləyərdilər. O boyda əzəməti, şöhrəti, elmi məqamı, mənəvi məqamı deyirlər hər gün dərsə gedəndə, hər gün ki, dərsində böyük şəxsiyyətlər iştirak edir. Yaxın adamları deyir, hər gün dərsə gedəndə gedib əvvəl bir xəlvət otağa girirdi, heç kəs görməsin. Amma eşidirdilər. Alimlərə adətən göz qoyurlar, cəmaatı görüm neyniyir, yaxın adamları. Otururdu, deyir, saqqalından tuturdu, özü özünə müraciət edib deyirdi ki, Kuntə turabən, bir vaxt torpaq idin. Kuntə turabən, thummə sirtən nutfətən. Sonra nütfə oldun. Özü özünə müraciət edib. Sonra nütfə oldun. Thummə sirtə ələqətən. Sonra ana bətnində laxtalanmış qan oldun. Thummə cəninən. Ondan sonra insan şəklinə düşdün anavun bətnində. Thummə xərəctə tiflən. Sonra dünyaya gəldin. Uşaq halında. Yəni vaxtı çatdı, dünyaya gəldin. Sümmə sirtə Cüeyfərən. Cüeyfər ərəblər Cəfər adının Cəfər kiçik olanda Cüeyfər deyərlər. Yəni Cəfərci, kiçik Cəfər. Deyir, sonra Cüeyfər oldun özünə deyir. Sümmə sirtə alimən, sonra alim oldun. Sümmə sirtə şeyxəl İslam, sonra mərzəy təqlid oldun. Bunu hər gün təkrar eləyərdi, ağlaya-ağlaya. Gözündən yaş tökə-tökə bunu deyərdi ki, yəni ey nəfs, əvvəli yadından çıxartma. Birdən tərifləyərlər, ayağına durarlar, hörmət eləyərlər, arxonda müctəhid namaz qılar, sənin şanın, şöhrətin yayılar, birdən özü yaddan çıxardarsan. Elə bilərsən ki, böyümüsən. Hər gün bu sözləri təkrar-təkrar özünə yadına salırdı ki, nəfsindən qorusun özünü. Nəfs belə bir şeydir. Hər an diqqətli olasan gərək. Mən bunu sizə danışmışam, bir alim idi. Deyir,
Oğlu danışır, bir də xidmətçisi vardı, o danışır ki, deyir, hərdən bizə deyir ki, gəlin məndən gedək. Gedirdi, od qalıyırdı, deyir, səhrada, çöllükdə. Sonra oğluna dedi ki, bax bu kəndiri keçirt mənim boynuma, çəkə-çəkə apar oda tərəf. Deyirdim, ata, ayıbdır, mən utanıram, xəzalət çəkirəm. Deyirdi, haqqımı halal eləmərəm. İstəyirəm qiyamətin səhnəsini düzəldim burada. Deyib, boynuna kəndiri salıb, məcbur da atamın əmridir, çəkirdim. O da yaxınlaşanda deyirdi ki, ey nəfs, dad bu dünyanın odunu. Buna dözməyə taqətin yoxdursa, axirətin oduna, cəhənnəmin oduna necə dözəcəksən? İnsanlar bu yollarla istəyiblər özlərinin, nəfslərinin hiləsindən qorusunlar. Allah da bu yandan ibadət, itayətləri vacib buyurub, günahdan çəkinməyi vacib buyurub ki, bir məqsəd var, ruh təmiz qalsın. Dava ruhun davasıdır, qəlbin davasıdır. Ancaq yaradılışın mövzusu insanın qəlbidir. Mövzu budur. Bax bu aləmlər ki görürsünüz, ulduzlar, günəş, ay, bütün bu planetlər, bu aləm, varlıq aləminin mövzusu insanın ruhudur. İnsanın ruhu əsas mövzudur. Hər şey bunun üçündür ki, bu ruh təmiz getsin Allaha tərəf. Bütün varlıq aləmi bunun üçün yaranır. Namaz bunun üçündür. İnnəs-sələtə tənha anil fəhşai vəl münkər. Allah niyə bizi əziyyətə salır? Əgər buna əziyyət demək olarsa, gündə işinizi qoyun deyir, 5 dənə namaz qılın mənə. Nə üçündür bu? Biz namaz qılanda nə olacaq Allaha, qılmayanda nə olacaq? Nə işi var bizlə? Niyə qoymur gedək öz işlərimizin dalıca? Buyurur ki, İnnəs-sələtə tənha anil fəhşai vəl münkər. Namaz vacibdir ki, təmiz qalasınız. Sizin ruhunuzu mən yaratmışam, bilirəm bunu yumağın yolu nədir? Quran buyurur ki, namaz sizi təmizləyir, çirkinliklərdən qoruyur, pis işlərdən saxlayır. Namaz düz olsa insanı islah eləyir. Hədisdə var, insan vaxtında namaz qılırsa əgər, bunu hər adam bacarmır. Gedin təcrübə eləyin. 100 dəfə danış, hər adam bacarmır. 40-ca gün, çox demirəm, 40 gün, sübhi, zöhrü, axşamla. Sübh gün orta axşam. İndi Ramazan ayında biraz asanlaşıb. Başqa vaxtlarda yeməyə də görə olsa durur adam da səhər tezdən. Başqa vaxtlarda bu namazları vaxtında qılasan. Hədisdə var ki, kim vaxtında namazını qılırsa, namaz onu dua eləyir. Deyirsən, məni qorudun, Allah da səni qorusun. Sən mənə diqqət, məni qorudun, Allah da səni qorusun. Hədisdə var, namaz vaxtı bir mələk nida eləyər ki, ey insanlar, qalxın o odlar ki, öz əlinizlə yandırmışsınız, o odları söndürün. Namaz odu söndürmək üçündür. Od hardan yaranır? Qəlbdən yaranır. O dünya odundan fərqlidir, cəhənnəm odu, yəni insanın içində o çirkinliklər ki var, onlar insanı içərdən yandıracaq, ona deyirlər cəhənnəm. Cəhənnəmin mənası budur. Cəhənnəm odu xaricdən olan oddur, içərdən çıxan oddur. Onun üstünə su səpir namaz, təmizləyir. O odun mənbələri var, onları təmizləyir ruhdan ki, sabah yandırmasın insanı. Niyə deyirlər namazda ən üstün məqam səcdə məqamıdır? Deyirlər insanın Allaha ən yaxın məqamı səcdə məqamıdır. Nəyə görə? Ona görə ki, insan səcdədə olanda torpağa yapışır. Torpağa yapışmaq da insanı təmizləyir. Görürsən, mövzu təmizlikdir. Hara gedirsən mövzu təmizlikdir. Əyil, alnı yerə qoy. Nə fərqi var ki, mən rükuda dayanmışam, qiyamda ya səcdədə. Allah buyurur, alın torpağa dəyir, möhrün də mənası budur. Deyirlər, möhür qoyun, bunun üçündür. Ki, insan torpağa sürtsün, alnını qoysun ki, içində olan o mənəmçiliyi, qüruru, məniyyəti tökə bilsin yerə. Namaz bunun üçündür. İnfaq eləyirik Allah yolunda, pul xərcləyirik. Nə üçündür bu? Biz elə bilirik ki, biz xərcləməsək cəmaat azından öləcək. Yox, Allah ruzusunu verir bəndələrini. Biz versək, verməsək də, ben nə üçün deyib, ver bizim özümüzsün, özümüzə lazımdır. Özümüzə lazımdır. Necə? Buyurur ki, ürəyində ki, o çirkab qatlarından biri də dünya məhəbbətidir. Onu istəyirsən qopardasan, çıxardasan, azaldasan, sevdiğin şeyi verməklə sanki ürəyindən dünyanın məhəbbətindən çıxartdın.
Hər dəfə infaq elədikcə o məhəbbətdən qopardıb atırsan çölə. Lən tənalul bir hətta tunfiqu mimma tuhibbun. Quran buyurur ki, heç vaxt yaxşı adam olmazsınız. O vaxta qədər ki, sevdiyiniz şeyi Allah yolunda verəsiniz. Məsələ bundadır. İşlədim xarab olandan sonra da köynəyim, paltarım köhnəlib, aparaq bunu bir fəqirə verək, bunu hamı eləyir. Özüm işlədib doyandan sonra da mənə lazımdır onu vermək. Allah buyurur, lən tənalul bir hətta tunfiqu mimma tuhibbun. Ürəyin istəyir bunu özün üçün. Ürəyin istəyir. Apar ver başqasına ki, qopardasan o istəyi. Qəlb təmizlənsin yavaş-yavaş. İstədiyin şeyi verəsən. Görürsən, bağlısan buna, ürəyin istəyir bunu, amma çətindir, bacarmır insanlar bunu, bacarmır. Çox çətindir ki, bacarmır. Təəssüf ki, bacara bilmirik. O istədiyin şeyi Allah yolunda verəsən. İnfaq da bunun üçündür ki, insan təmizlənsin. Həccə gedənlər bilir, həcc başdan ayağa bunun üçündür. Həccin başqa bir şey yoxdur. Həcc ancaq mənəmsiliyi vurub əzmək üçündür. Təkəbbürü əzmək üçündür. Allah qismət eləsin, görəsən, hərdən adam orada istəyir, yansın, kənardan baxsın o mənzərəyə. Nə qədər insanlar kiçilib, o Səfa Mərvə arasında səy eləyəndə, qaçanda, o yan bu yana, görürsən, bəlkə hərəsi bir ölkəsində mövqe sahibidir bəziləri. Amma Allah qaçırdır o dağdan bu dağa qaçır ki, o mənəmçiliyi qırsın insanın içində, ruhunu təmizləsin insanın. Bu da insanı sındırmaq üçün yox, insanı ucaltmaq üçündür. İnsana dərəcə vermək üçündür. İnsan təmizlənməsə nicat tapmaz. Və günah da bunun üçün olmaz. Dillə filan şeyi eləmə. Ona görə ki, günah çirkləndirir adamı. Hədisdə var, təhhiru əfvaəkum fə innəhə turuqul Qur'an. Buyurur, ağızlarınızı təmiz saxlayın, çünki Qur'anın yoludur. Ağzınızı təmiz saxlayın, bu mənada yox, dişlərinizi yuyun. Yəni ağzın fəzası təmiz olsun, dil haram söz danışmasın. Bu Qur'anın yoludur. Qur'anı bu yolla qəlbə daxil olur. Qur'an oxuyursunuz, Qur'an bu yolla gedir ürəyə tərəf. Görürsən, pak su bir yerdən qaynayar, çirkab yerlə gedərsə rəngi, qoxusu dəyişər, xarab olar. Qur'an da pak bir su kimidir. Onun yolu təmiz olmasa xarab olacaq. Qəlbə gedib çatanacan təsiri qalmayacaq. Yol təmiz olsa əgər, ağızla insan günah eləməsə, günah söz danışmasa, günah olan tikəni ağızdan içəri daxil eləməsə, bu yol təmiz olsa, mənəvi baxımdan təmiz olsa, Qur'anın qəlbdə başqa təsir olar. Ona görə buyurur ki, Qur'anın yolunu təmiz saxlayın. Qəlb Allaha çox əzizdir. Qəlbin Allah yanında hörməti çoxdur. Allah bu qəlbi qorumaq üçün bu dinləri göndərib. Bu əzəmətdə Quran, inna ənzəlnahu fi leylətil qədr. Bu gecə, qədr gecəsi Quran nazil eləmişəm. Nə üçündür? İnsanların ürəyi təmiz qalsın. Avam adamlar bu sözü çox deyir, əsas ürək təmiz olsun. Eşitmisiniz? O adamlar ki, namaz qılmaq istəmir, sən danışırsan ona, deyir ki, əsas ürək təmiz olsun. Əsas ürək, amma düz sözdür bu söz. Səhv mənada işlədir. Söz düz sözdür. Allah da elə bunu deyir ki, əsas ürək təmiz olsun. Amma dərd bundadır ki, ürək təmiz olmaq üçün gərək bu dinə əməl eləyəsən. Ola bilməz ki, içki içə-içə ürək təmiz olsun. Bu ola bilməz. Məsələ bundadır. Elə Allah da sən deyəni deyir. Sən deyirsən əsas ürək təmiz olsun. Vallah Allah da deyir əsas ürək təmiz olsun. Amma sən yolunu bilmirsən. Allah deyir elə ürək təmiz olsun deyə 124 min peyğəmbər göndərmişəm. Dini elə ona görə göndərmişəm. Quranı ona görə göndərmişəm. Bu ürəyi mən yaratmışam. Mən bilirəm bunu nə təmizləyir, nə çirkləndirir. Mümkündür bu ürək təmiz olsun, namaz olmasa. Bunu mən yaratmışam. Mən tanıyıram bunu. Mümkündür təmiz olsun. İldə bir dəfə oruc olmasa mümkündür təmiz olsun. Nə ki təmizliyinə lazımdır onları mən bilirəm. Və sözümün nəticəsini almaq üçün, sona çatmaq üçün bir daha bunu vurğulamaq istəyirəm ki, insanın nəfsini, ruhunu təmizləyən ən mühüm ibadətlərdən biri orucdur. Oruc çox təsir qoyur insana.
Demirik insan nəfsini, mənəmsiliyini qırsın. Ramazan ayında xüsusən bax indi yay orucudur. Uzun günün hər anında insan mübarizə halındadır. Belə fürsət açan ələ düşə bilər. Hər an mübarizə halındadır. Çünki hər an o nəfsi qoysun, o min dənə şey istəyir səndən. Yemək istəyir, içmək istəyir, baxmaq istəyir. O elə hediyə ver. Hər an ki deyirsən, yox, yox, olmaz. Hər an mübarizə halındasan. Odur ki, oruç çox təmizləyir. Bəlkə az ibadət var ki, oruç kimi insanı təmizləyən. Oruç hər an insanın ruhunu təmizləyir, yuyur. Oruc dünyanı kiçildir adamın gözündə və dünya kiçildirsə Allah böyüyür insanın nəzərində. İnsanla Allah arasında ən böyük hicab özüdür və dünyasıdır insanın. Bu iki şey çəkilsə insan Allahı görər. Oruc dünyanı o qədər zəiflədir ki, dünyanın ən zəruri ehtiyacını da eləmirsən. Dünya kiçilir sənin gözündə. Yəni dünyanın dəyəri yoxdur sənin üçün. Bir dənə də mən hədis deyim, əleyhissalamdan sözümü üzr istəyirəm, vaxtınızı çox aldım. Sözümü yavaş-yavaş tamamlayayım. Nəhcül Bəlağəsində əleyhissalam buyurur ki, "Kana li fima maza axun fillah." Və kâne yu'zimuhu fi ayni sigarud dünya fi ayni. Bu hədisi başa düşə bilsək, çox yaxşıdır bizim üçün. Amma illər keçir, adam deyir, eşidir, başa düşə bilmir. Sadə başa düşməli bir şey yoxdur, sadədir. Amma doğrudan da bilsək nə istəyirlər bizdən. Burada nə deyir? Əleyhissalam öz dostlarından birini tərif eləyir. Amma bilinmir kimdən söhbət gedir. Bir nəfərdən. Deyim, mənim keçmişdə bir qardaşım var idi, əleyhissalam buyurur. Din qardaşım. Onun mənim gözümdə böyüdən dünyanı kiçik görməsi idi. Bu bir cümləni deyirəm. Əleyhissalam deyir, mənim bir qardaşım var idi ki, onu mənim gözümdə ucaldan o idi ki, o dünyanı kiçik görürdü. Bir dənə hörmətli adam səni tərifləsə necə sevinərsən? Bir nə bilim, kimə hörmət eləyirsən bilmirəm. Bir mərcə təqlid, bir deyək ki, sən yaxşı adamsan, səni çox istəyirəm. Bir dənə bu sözü desə, biz yerə göyə sığmarıq. Məsum İmam əleyhissalam tərifləyir birini hansı səbəbdən? Buyurur ki, o adam mənim gözümdə uca idi. Ona görə ki, dünyanı kiçik görürdü. Deməli, məsumun gözündə, Allahın gözündə, İmam Zamanın gözündə uca olmaq üçün istəyirsən İmam Zaman sənə qardaş desin, səni tərif eləsin, onun yolu bu hədisdən bəllidir ki, dünyanı kiçilt gözündə, onların gözündə böyüyəcəksən. Nə qədər dünya sənin üçün böyüdü, sən kiçiksən, onların da gözündə kiçiksən. Çox kiçik dünyadır bu. Vallah köçəndə biləcək. Canımız bədənimizdən çıxanda biləcək, heç nə yox imiş burada, heç nə. Hamısı oyun imiş, uşağın oyuncağı kimi bir şey imiş. Bizim başımızı qatmışdı buna. Onda var, məndə yoxdur, məndə var, onda yoxdur. Biz boş-boş şeylərə ömür hərdən sərf edirik. Gözümüz orada buradadır ki, kimin əlində nə var. Bunlar hamısı imtihan vasitəsidir. Buna kiçik baxsan, Əhl-i Beytin yanında böyük olacaqsan. Müvəhhidlərin Mövlası əleyhissalam buyurur ki, filan kəs mənim qardaşımdır. Nəyə görə? Nəyə görə bu mənim yanımda bu məqama çatıb? Çünki dünyanı kiçik görürdü. Oruc ona görə fəzilətlidir ki, dünyanı kiçildir insanın gözündə. Dünya da kiçildi, insan ucalır. Quranda ayə var, Peyğəmbər deyir, Təaləv, Təaləv ətlu aleykum. Gəlin sizə ayələrdən oxuyum. Ərəbdə iki cür gəlin var. İki insan eyni səthdə dayanıbsa, eyni səthdə. Deyirlər iləyyə, gəl yanıma, gəl. Amma biri yuxarıdadırsa, biri aşağıda deyir Təaləv. Cəm olanda çağırır, gəlin, yuxarı gəlin. Peyğəmbərin dəvəti belədir, Təaləv, qalxın yəni, yuxarı qalxın. Nə qədər bu gildə torpaqda ilişib qalacaqsınız? Qalxın yuxarı, sizin üçün nə mənzərəli aləmlər yaradıb Allah. Siz gəlin bu səddi keçin, görün nələr var orada. Bunun hamısını sizin üçün yaradıb, yalvarırlar, gəlin görün nələr var, getmirik biz. Yalvarırlar bizə. Gəlin sizlər üçün yaranıb, bu neymətlər, bu ləzzətlər, bəsdir ilişdüz qaldınız, qopardın buradan əlaqələrinizi kəsin, qalxın görün nələr var. Bunu ki Allah nəuzubillah xəsis deyir, insanlar üçün yaradıb bu aləmləri.
qalxmağı bacarasan, qalxmaq üçün bağları kəsəsən. İnsan bir quş kimidir, təsəvvür eləyin, ayaqlarından məsələn yüzlərlə ip gəlib bağlanıb yerə. Onları bir-bir kəsməsən, ta kəsilib qurtarmasa quş pərvaz eləyə bilməyəcək. İnsan ruhu belə bir şeydir. O bağlılıqlar var, onları bir-bir qayçı ilə kəsəsən, o da ibadət qayçısıdır. O da günahdan çəkinməkdir. Onları bir-bir kəsəsən, elə ki qopdun, başladın qalxmağa, düzdür o yolun da deyirlər, onda nurdan olan hicablar başlayır. Onun da öz maniyələri var. Amma o maniyələri yara-yara insan qalxırsa, elə yerə çatır ki, heç kəs o məqamı dərk eləməyib. İnsan elə yerlər üçün yaranır. İnsan üçün belə məqamlar var. Xüsusən orucluq ayında deyiblər, dualara baxın, bax mən bu fikir verdim. Qardaşımız oxudu gündəlik duanı, bugünkü günün duasını. Allahümmə ec'alni fihi min avliyaikəl müqərrəbin. Məni öz yaxın dostlarımdan qərar ver. Orucluqda duanın səthi yuxarı qalxır. Orucluqda bunu başa salmaq istəyirlər ki, biraz yüksək şeylər istəyin. Cənnətə getmək böyük hünərdir. Cənnətə dəlilər, şuursuzlar da gedəcək. Ağlı olmayan adamlar hamısı cənnətlidir. Burada ki sən gülürsən onlara, onları Allah bu dünyadakı ağılları yox idi, məsuliyyət yoxdur, onlar hamısı cənnətə gedəcək. Həddi buluğa çatmayan uşaq ölür, cənnətə gedəcək. Böyük hünərdir cənnətə getmək. Cənnətə getmək asan məsələdir. Daha ali məqamlar var insanlar üçün. Allah istəyir ki, biz o məqamlar üçün yaşayaq. Amma o birdən-birə olmur. İnsan yavaş-yavaş özü ilə mübarizə aparır, ruhunu təmizləyir. O bağlılıqları qırdıqdan sonra pərvaz eləməyə başlayır. Ondan sonra da həqiqi aləmlər insan üçün aşkar olur. İnsan o feyz, ləzzət aləminə qərq olur. Allah bizi həqiqi mərifətə, məqama çatan insanlardan qərar versin.